Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərim. Sizinlə keçirdiyim vaxtın həm maraqlı, həm faydalı olduğu rəylərinizdən hiss olunur. Bunun üçün sizə təşəkkür edirəm. Bugün mən sizə İnkluziv Səyahətçilər Klubunun imkanlarından danışacağım. Məqsədim odur ki, dünyada olan əlverişli tətil imkanları bizdə də olsun. Biz də bu imkanların bir parçası olmağa layiqik. Dünya dəyişilir və bunu görməmək mümkün deyil. Son illər inkluziv imkanları dünya miqyasındadır. Təəssüf ki, əksəriyyət bu imkanları görmür. Çünki çoxları hələ də köhnə düşüncə ilə yaşayır. Biz hələ də düşünürük ki, böyük imkanlar hamı üçün deyil. Halbuki bu imkanlar artıq buradadır və inkluziv açıq şəkildə bunu göstərir. Zaman keçir, amma hər kəs fürsəti görə bilmir. Çünki çoxları kruizləri, səyahətləri və lüks həyatları əlçatmaz hesab edir. Uzun illər lüks həyatı yalnız az sayda insan yaşadı. Amma indi inkluziv bunu dəyişdi. O lüks həyatı hər kəs üçün əlçatan etdi. İndi bu imkan sənin üçün mümkündür. Sənə həm səyahət, həm gəlir, həm də yeni həyat tərzi təqdim edir. Əlbəttə ki, həyatını dəyişmək istəyənlər üçün. Bunu duymaq, bunu hiss etmək və buna hazır olmaq lazımdır. Dünyada getdikcə daha çox insan bu istiqamətə gəlir. Bu artıq təsadüf deyil, bu bir tendensiyadır. Aramızda elə dostlarımız var idi ki, onlar üçün kruiz səyahəti əlçatmaz idi. Amma indi isə onlar inkluzivlə səyahət edib və dünyanı kəşf edirlər. Sadəcə zamanında doğru qərar verdikləri üçün. Dünya artıq hərəkətdədir. Bəlkə sənin də hərəkət etmək zamanındır. İndi və burada. Abunə olub videonu bəyənməyi və sevdiklərinizlə bölüşməyi unutmayın. Gələn görüşlərə dək.